Salam, hər vaxtınız xeyir olsun. YouTube, TikTok, Telegram və VIP qrup Liverskor kanallarının admini Murad. Bu gün olan futbol təxminlərini qeyd edəcəm sizlər üçün. Dünənlər Telegram izləyicilərim üçün 8 əmsallıq paylaşdığımız kupon gəldi və 2 əmsal kuponumuz da gəldi. Bu günlər də Telegram kanalım izləyiciləri üçün kuponlar qeyd edəcəm. Linkin üzərinə vuraraq Telegram kanalıma qoşula bilərsiniz. Və yaxud da balaca hərflərlə bitişik şəkildə Liverskor 777 yazaraq Telegram kanalıma qoşula bilərsiniz. VIP qrupla da bağlı qardaşlar, VIP qruplar aylıqdır. Gündəlik şəxsi kuponlarımız, canlı gedişlər və təkli oyunları da VIP qrupda qeyd edilən. VIP qrupla da bağlı əlaqə nömrəsinə yaza bilərsiniz. Bir də Topaz fan istifadəçiləri 244 763 agent kodunu daxil edərək aylıq bonuslardan yararlana bilərsiniz. İlk depozitdə isə Topaza qoşulmaq istəyənlər, hər Topazın əmsalı yüksəkdir, misli ilə fərq çoxdur. Topazı 2 əmsal düzəldirsəniz, kuponu şəxsi kuponu, bu misal üçün kimsə istəyir, mislidə götürür yazır 1.80, 1.87 əmsal, çox fərq eləyir. Misli ilə Topazın arasında çox fərq var. Topazın əmsalları üstündür. Düzdür, çoxunuz qoşulmursunuz ki, gözünüz öyrəşməyib, amma hasaddır. Uzağı bir gün, 2 gün çətinliyiniz olacaq. YouTube'da da video qoymuşam, Topazda kuponlar necə yazılır, necə voucher alınır, necə balansa pul yüklərini necə çıxarış edir. Bu haqda da bir dənə video ətraflı paylaşmışam. Baxa bilərsiniz. 244 763 agent kodunu yazan kimi Məmmədov Murad Kamil çıxır. Onun üzərinə vuraraq ay ərzində etdiyiniz voucherlər mənim agent kodumdan həm sizə Topaz tərəfindən bonuslar veriləcək, həm də mən tərəfindən sizlərə bonuslar ayrılacaq. İlk depozitdə də 25% bonus köçür. Məsəl üçün 100 manat məbləğ vurmusunuz, ilk depozitə aiddir. Bunu prosu qarışdırmayın. 25 manat sizə anında bonus köçür. Keçək oyunlara. West Bromwich Leicester City. İkinci isə toplam qollar 1 üst. 1.42 əmsalı var. Benfica Gil Vicente. Toplam qollar 2 üst. Geniş kuponlarda, manatlı kuponlarda qol 2.500 seçimdə dəyərləndirə bilərik. 2.46 əmsaldır bu seçim. Əl İhtiyat Əl Nəsir. Toplam qollar 3 üst. Twente Fortuna. 2 qolu vuracaq Twente. Alanyaspor Galatasaray. Qonaq komanda toplam qollar 2.5 alt. İkinci seçim kimi geniş kuponlar üçün, manatlı kuponlar üçün. Birincisi kün zərbələrin qazanar Alanyaspor. İkinci seçim kimi də SK'nın kün zərbələri 3.5 üst 1.94 əmsaldır əgər ağlınıza batarsa. Ohloven Anderlecht qonaq komanda hər hansısa qazanar, bəli. İkinci seçim kimi qonaq komanda kün zərbələri 5.5 üst. Strasburg Marseille. Bu günləri bu oyunla bir sürpriz gözləyəcəm. Strasburg'un qələbə neticəsi geniş kuponlar üçün. İkinci seçim kimi də Strasburg'un ikinci isə 1 qolu. Ev sahibinin ikinci isə 1 qolu. Bavariya Werder. Birinci isə Bavariya qazanar. İkinci seçim kimi geniş manatlı kuponlarda hər iki komanda qol vurar və Bavariya qazanar. Schalke Fürth. SK hər hansısa qazanar, bəli. İkinci seçim kimi qol seçimi dəyərləndirmişəm. Darmstadt Dresden. Darmstadt qələbə. Girona Espanyol. Qonaq komanda 0.500. İkinci seçim kimi geniş kuponlarda ikinci hissə qonaq komandanın 0.500'dür. Kambur PSV qol. Almere City Utrecht. Almere City'nin qələbəsi. Maastricht Emmen. Qonaq komanda hər hansısa qazanacaq, bəli. Uğurlar, bol şanslar, diqqətli seçim edin, kuponlarınız uğurlu olsun. Ən əsası da ki, indiyənə kimi kimlər mərc etməyibsə, indən belə də mərc etməsinlər. Həmişə də qazanan tərəf sizlər olursunuz. Bir də əsasən balans bölgüsünə düzgün riayət edin. Çoxunuz bu gün misal üçün 1.50 manatı uduzdursa, onu elə bir gündə çıxartmağa çalışırsınız. Elə deyil. Təmkinlə, səbirlə, mərc səbirsizliyi sevmir də. Yəni riski sevmir. Balansa uyğun, büdcədən artıq mərc etməyin. Gələcəyinizə xərcləməli olduğunuz pulları mərc oyunlarına yatırmayın. Ağılla oynayın. Oynaya bilirsənsə ağılla oynayın. Oynaya bilmirsənsə də oynamamağın daha gözəldir. Yəni bu qazanc yolu deyil də, yəni biləsiniz. Bu azardır, həvəsdir, azar öldürürsən.